Salam, dəyərli və qədir bilən xalqım. Bugün sizə torpağının üzərində gəzib insanlarının fərqində olmadığımız Azərbaycandan danışacağam. O Azərbaycandan ki, bir tərəfində insanların durumu ucqar Afrika ölkələrindəki yaşamı xatırlatsa da, digər tərəfindəki zəhmətsiz gəlirdən gələn zərzibalı, təmtəraqlı, varlı hallı, dəbdəbəli həyatlar dünyanın ən varlı biznesmenlərini belə qısqandıra bilir. Bəlkə də dediklərimi gözlərinizlə görməyincə inanmayacaqsınız. O səbəbdən də sizə göstərəcək. Yaxın oturun, verilişimizi bəyənin, Kanal 13-ə abunə tuşuna basın və yerinizi rahatlayın. Az sonra göstərəcəyimiz bu şəxs aclıq və susuzluqdan əziyyət çəkən hansısa uzaq Afrika ölkəsinin vətəndaşı deyil, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini. 1993-cü il doğumlu Rəhimov Rabil Rəhimoğludur. Durumunu isə özü danışsın. Mən Prinsip İlham Əliyev. Mənim İslam qarşım budur. Mənim İslam müraciətim budur. Mənə heç Cəlilabad rayonunun Uzuntəpə kənd sakiniyəm. Rəhimov Rabil Rəhimoğlu. Ağır xəstəyəm. Qaraqalevdə ağzıymış xəstəxanası əməliyyat olmuşam. Heç bir həkim mənə baxmır. Böyrümün başını dötür. Heç bir həkim nə xəstəxana qəbul eləmir. Yusuf doktorda alın kağızlarımı. İmkanım yoxdur. Alıp pensi kağızlarımı atıp vermir. Xahiş edirəm. Xəbəriniz olsun. İcra başçıları, həkimlər, polislər hamısı rüşvətxordular. Afrika sakinini xatırladan Azərbaycan vətəndaşı Rabil Rəhimovun dediyi kimi, onun və onun kimi yüz minlərlə ölkə sakininin bu durumda olmasının səbəbi icra başçıları, həkimlər, hakimlər və əksər digər məmurların rüşvətxor, talançı olmasıdır. Günün gün ortasında, hamının gözü qarşısında ölkənin sərvətinin talan olunduğu bir zamanda düşünün ki, gözdən könüldən uzaq, biraz daha uzaq yerdə olan şəhərlərdə nələr baş verir. Söhbət yeraltı biznesindən gedir. Qəbir satmaqdan yox, Bakı metrosunun və onun yeni şefi, qaranlıq dünyanın yeni kralı kimi tanınan Zaur Hüseynovdan. Bakı metropoliteni mərzu elin vəziyyət necədir? Ayın ikisində qərbi təxminən sonra qatardakı qəzada yarandı. Hərəkətdə olan 18 ədəd sərnişin qatarı dayandı. 9 ədəd stansiyalarda, 9 ədəd isə tanilərdə. Sərnişin qatarların, stansiyaların və tanilərin işıqları söndü. İskalatorlar və travilatorlar, ventilasiya şaxtalar, əsaslı yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Söndü, sındı, dağıldı, dayandı. Bu Zaur müəllimin metrodakı fəaliyyətidir. Amma metrodan kənardakı fəaliyyəti həm də varlı dövlətli, sərvəti aşdı, böyüdü, daşdı kimidir. Zaur Hüseynov az əvvəl qeyd etdiyim kimi Afrika sakininə bənzəyən Rabil Rəhimovla təxminən eyni yaşda olan 1992-ci il doğumlu Həbib adlı bir oğlu var. Bütün balaları Allah saxlasın. Rabilin sosial şəbəkələrdə ölüm-qalım mücadiləsi verən videoları yayılarkən Həbibin baxalı və dəbdəbəli həyatını əks etdirən məlumatlar eyni sosial şəbəkələrin fərqli səhifələrində tirajlanmaqdaydı. Əlbəttə, Həbibi Rabildən fərqləndirən əsas cəhət onun xüsusi ağıl və istedad sahibi olması deyil. Əsas fərq Rabilin atasının kasıb Rəhim kişi, Həbibin atasının isə yeraltı dünyanın kralı Zaur Hüseynovun olmasıdır. Belə ki, Rəhim kişi oğlu Rabili məktəbə göndərməyə pul tapmayanda Zaur Hüseynov Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini kimi oğlu Həbibi Bakı Oxford School'da oxutdururdu. Azərbaycan mətbuatı yazır ki, Bakı Oxford School'da uşaq oxutdurmağın illik qiyməti nə az, nə çox, düz 14.500 manatdır. Həbib Hüseynovun LinkedIn sosial platformasında olan səhifəsindəki məlumatlara əsasən o, 2008-ci ildə Bakı Oxford School'u bitirərək Britaniyaya gedib. 2008-2010-cu illərdə Şotlandiyada Gorston School əlavə təhsil məktəbində, 2010-2013-cü illərdə Aberdeen Universitetində neft mühəndisliyi üzrə bakalavr pilləsində təhsil alıb və nəhayət Həbib Hüseynov 22 yaşında, yəni 2015-ci ildə Heroit Watt Universitetini neft mühəndisi ixtisası üzrə bitirib magistr diplomu ilə
Bakıya qayıdıb. Meydan TV-nin hesablamalarına görə onun bu illər ərzində təkcə təhsil müəssisələrinə ödənməli olan xərcləri 148.200 ABŞ dolları, indiki məzənlə ilə 252.000 manat və 112.500 funt sterling, yəni indiki məzənlə ilə 239.000 manat təşkil edib. Yəni üst-üstə təqribən yarım milyon manat. Bu artıq o dövrə təsadüf edirdi ki, Həbibin atası Zaur Hüseynov Bakı metropolitenindən sədr təyin olunmasına çox az vaxt qalırdı. Oğul artıq təhsilini tam başa vurmuş, ata isə yeni və daha böyük gəlirlər, daha böyük korrupsiya imkanları vəd edən vəzifəyə irəli çəkilmişdi. Bundan sonra baş verənlər hər şeyin zərgər dəqiqliyi ilə işləndiyindən xəbər verir. 2014-cü ildə Həbib BP-nin Xəzər dənizində istismar etdiyi neft yatağında bir il təcrübə keçir. Onun CV-si mükəmməl olsun deyə hərbi xidməti 2015-ci ilin oktyabrından 2016-cı ilin oktyabrına dək Dövlət Təhlükəsizlik Xidmətinin qurumun adyutantı olaraq keçir və hərbi xidmətini başa vurmağın şərəfinə atası ona Britaniyada şirkət alır. Heç təəccüblənməyə dəyməz. Şirkət sənədləri göstərir ki, Peninsula West Limited adlı şirkətə Həbib məhz 2016-cı ilin oktyabrından rəhbərlik etməyə başlayıb. Peninsula West Limited hazırda inkişaf etməkdə olan daşınmaz əmlak şirkətidir. Şirkətin ötən ilin fevralında açıqladığı maliyyə hesabatlarına görə varidatın ümumi dəyəri ötən ilə nəzərən 25% artaraq 6 milyon funt sterlingdən təxminən 13 milyon manata qədər çoxalıb. Bu hesabdan görünür ki, şirkətin bank hesabında 650.000 funt sterling, yəni 1 milyon 400 min manat nağd pul var. Qeyd edək ki, Peninsula West Limited şirkəti tikinti ilə məşğuldur və saytında verilən məlumata görə hazırda Meadowview layihəsi həyata keçirir. Layihə İngiltərənin Carliston əyalətində kəndlərin birində 2 mərtəbəli yaşayış evləri tikib satmaqla məşğuldur. Onu da bilməniz lazımdır ki, Britaniyada belə evlərin qiyməti milyonlarla funt sterlingdir. Yəni, yeraltı dünya kralının yaşı heç də 30-a çatmamış milyonçu oğlu böyük və bahalı bizneslə məşğul olur. Hələ bir neçə ay əvvəl jurnalist Mehman Hüseynov elə bu Zaur Hüseynovun oğlu və onun həyat yoldaşına məxsus bahalı avtomobillərin siyahısını yazmışdı. O, Facebook səhifəsində metronun ziyanla işləməsini Rəis Hüseynovun, onun həyat yoldaşı və oğlu Həbib Hüseynovun ümumi dəyəri 1 milyondan çox olan dəbdəbəli maşınları sürməsi ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, Zaur Hüseynova məxsus olan və dəyəri 255.000 manatla ölçülən 90 ZZ090 Range Rover markalı maşın həyat yoldaşına məxsus və dəyəri 300.000 AZN-lə ölçülən 90 LL090 Porsche Cayenne oğlu Həbib Hüseynova məxsusdur. Və bu maşınlar sərvətinin yalnızca bir hissəsidir. Zaur Hüseynovun oğlu Həbibin Cəllabadın Uzuntəpə kəndində yaşayan həmyaşıdı Rabi Rəhimovdan daha çox fərqi də var. Məsələn, bu sadə, kasıb, sağlamlığını hərbi xidmətdə itirən vətəndaşımız ehtimal ki, Birləşmiş Ərəb Əmirlikləri heç hansı qitədə yerləşdiyini bilmir, amma Həbib Hüseynzadə bu ölkədə Abu Dhabi şəhərində qaz investisiya rəqəmsal aktivlərə çevrilməsi məqsədi ilə yaradılan Priman Holding SVD şirkətinə rəhbərdir. O, həm də ABŞ-ın Texas ştatında kəşfiyyatda hasilatla məşğul olan Kanada şirkətinə də ümumi paya sahibdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, məlumatlarla bağlı Zaur Hüseynov və Bakı metropoliteni heç bir rəsmi açıqlama verməyib. Amma əgər bütün bu deyilənlərdən sonra özlərini dövlət, hökumət, millət qarşısında bir cavab vermək məsuliyyətində hiss etsələr, efirimiz Hüseynovların üzünə açıqdır. Böyük məmnuniyyətlə.